Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallahu vahdehu la şerike la. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından müellif fesil açır ve deyir ki et-Tergibu fi tehlilil asabi'i, parmakların arasını tehlil etmeye, yani parmakların arasını elin parmağıyla yumağa rəğbətləndirmək və tərhibu min tərkihi və bunu tərk etməkdən çəkindirmək, qorxutmaq və tərkil isbəği ilə izə əxallə bir şey minəl qadri vacib və əgər dəstəmaz alarkən vacib miqdara xələl yetirərsə bunu tamamlamamaqdan, tam etməməkdən çəkindirmək. Ebu Eyyub el-Ansari radıyallahu anhu deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Habbezel mutehallilune min ümmeti. Ümmətimdən təhlil edənlər, yani parmakların arasını yuyanlar ne güzeldir, ne yaxşıdır, onların ne hoş alına. Abdullah ibn Mesud deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. لَتَنْهَكُنَّ الْأَصَابِعَ بِالطُّهُورِ بِالطَّهُورِ اَوْ لَتَنْهَكَنَّهَا النَّارُ. Ya siz dəstəmaz alarkən parmaklar arasını yaxşı yuyacaqsınız ya da ki onları od, yani cehennem odu onları temizleyecektir. Ve Muhammed Nasreddin Albani rahmetullah deyir ki, yani əsl odur ki لَتَنْتَهِكُنَّ. Lakin burada tashif olub, yani səhvə yol verilib, nöqtələrdə səhv olub və tənin biri düşmüşdür. Amma əsl odur ki iki təynəndir. لَتَنْتَهِكُنَّ ve ikincisinde de لَتَنْتَهِكَنَّهَا. Ya parmaklar arası yuyulacaq dəstəmaz vaxtı ya da ki onları od, cehennem odu onları temizleyecek, yuyacaqdır. Başka rivayette ise buyurur ki Hallilul asabi'al khamse. 5 parmağın arasını təhlil edin. Parmaklar arasını yuyun. La yahşuhallahu naran. Allah Teala onların arasını odla, alovla doldurmasın. Ve müellif deyir ki letenhikunneha mənası odur ki yumaqda yaxşı yuyun. Yoksa alov, od, yani cehennem odu yandırarak, yani şiddetli yandıracaktır. Ebu Hureyre deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem bir kişini gördü. Ayağının arxa hissəsini, yani topuqla taban arası olan hissəni yumadığını gördüm. Ve buyurdu ki vaylul lil aqabi minen nar. Dəstəmaz alarkən ayağın arkasının yuyulmamasına göre vayl olsun. Ve vayl da bedduadır veyahut da cehennemde deredir. Başka rivayette ise Ebu Hureyre radıyallahu anh bir cemaati bir gömü görür dəstəmaz alırlar. Dəstəmaz almaq üçün su olan qabdan götürərək və deyir ki əsbiğul vudu'a, dəstəmazı gözəl, yaxşı edin, tam alın dəstəmazı. Fə inni semi'tu Əbəl Qasim sallallahu aleyhi ve sellem qal. Həqiqətən mən eşitdim ki Əbul Qasim, yani Allah Resulü sallallahu aleyhi ve sellem belə demiştir. Vaylul lil a'qabi minen nar. Yani ayakların arkasına su değmemesine göre, dəstəmaz alarkən yuyulmamasına göre vayl olsun.
Və yaxud da vaylun lil-araqibi minən-nar. Və yaxud da ayağın arxa hissəsindəki dabanla topuq arasındakı o vətər hissəsinə su dəyməməsinə görə vayl olsun. Və bu şək də hansı ki, əqab, bir də ki, araqib. Əqab topuqla daban arasındakı o boş hissə, araqib isə ayağın arxasındakı o damar vətər hissəsidir. Və bu vətər hissə keçən ləfs isə müəllifin şəkkinə görədir və müəllif tərəfindəndir. Amma daha əqab sözü keçən isə daha səhihdir. Və başqa ləfsdə Tirmizinin rəvayətində deyir ki, vaylun lil-aqab minən-nar. Dəstəmaz alarkən ayaqların arxasına, yəni topuqla taban arasına su dəyməməsinə görə vayl olsun. Və həmçinin başqa ləfsdə Allah Resulü sallallahu aleyhi ve sellem'dən rəvayət olunmuşdur. Vaylun lil-aqabi və butunil-aqdami minən-nar. Vayl olsun aqib hissəyə, topuqla taban hissəsinə su dəyməməsinə görə və bir də ayaqların alt hissəsi, hansı ki, yerə dəyən hissənin boşluğu, ayağın pəncənin aşağısında, altında yerə dəyməyən hissə, ona su dəyməməyə görə vayl olsun. Və bu hədislər də bildirir ki, dəstəmaz alarkən diqqətli olunmalıdır ki, ayağın hər tərəfinə və ümumiyyətlə bədən üzvlərinin hər birisinə su dəyməlidir. Abdullah ibn Amr deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bir cemaatı gördü və onların aqib hissəsi, yəni topuqla daban arası olan o boşluq hissə parıldayır. Yəni su dəyməməsinə görə və dedi ki, vaylun lil-aqabi minən-nar. Vayl olsun topuqla daban hissəsində, daban arasında olan o hissəyə su dəyməməyə görə vayl olsun. Əsbiğul vudu'a, dəstəmazı tam, gözəl şəkildə alın. Yəni, hər bir yerə hara yuyulmalıdırsa, yuyulacaq yerlərə tam su dəyməlidir. Əbi Ravh Əl-Kulla'i deyir ki, Sallə binə Nəbiyyullahi sallallahu aleyhi ve sellem salətən fəqara fiyyə bisurati Rum. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizə namaz qıldırdı və o namazda Rum surəsini oxudu. Və Şeyx Albani deyir ki, Əbu Ravh, onun adı Şəbibdir. Lakin səhabə deyildir. Səhabə deyildir. Yəni, bu Əbu Ravh başqa kişidən rəvayət edib və həmən kişi də səhabədir. Və səhabələrdə də səhabənin tanınmaması, yəni hədisi rəvayət edərkən, hədisin rəvayətçisi olan səhabənin bilinməməsi bu hədisə heç bir xələl gətirmir. Çünki səhabələrdə əsl odur ki, adillikdir. Yəni səhabələr adildirlər, ədalətdir onlarda. Lakin başqa rəvayətçilərin, başqa ravilərin bilinməməsi isə hədisə xələl gətirən bir şeydir. Və burada da səhv olub və hədisi rəvayət edən Əbi Ravh Əl-Kulla'i başqa kişidən, yəni səhabələrdə 11 kişidən, necə ki bunu Nəsə'in rəvayətində bu keçir. Və deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizə namaz qıldırdı, bir namaz qıldırdı və o namazda Rum surəsini oxudu. Fəlubbisə aleyhi ba'duhə. Və bu surənin bir hissəsi qarışdı Allah Resulü sallallahu aleyhi ve sellemə. Və sonra namazdan sonra dedi ki, İnnəmə lubbisə aleyna şeytanul qiraətə min əcli əqvamin. Bizə qiraətimizi şeytan qarışdırdı. Bəzi cəmaatın səbəbi ilə onlar namaza gəlirlər dəstəmazsız. Və sonra dedi ki, fəidə əteytumus salətə fəəhsinul vudu'a. Namaza gəldikdə dəstəmazı yaxşı alın. Yəni, tam şəkildə bədən üzvlərinin, yəni dəstəmaz alarkən hara yuyulmalıdırsa, o üzvlərə tam su dəyməlidir. Və başqa rəvayətdə isə
feteraddede fi ayetin. Bir ayede tereddüt etti. Yani ayeni tekrar dedi. Ayeni ne vakit namazı bitir dedi ki innehu lubbise aleyna el Kur'an. Bize Kur'an karıştı. Kur'an karıştı. Enne ekvamen minkum yusallune ma'ana. Hakikaten sizden bazıları bizimle beraber namaz kılır. La yuhsinul vudu'a. Dest namazı yaxşı almırlar. Femen şehide salate ma'ana felyuhsinul vudu'a. Ve her kim bizimle namazda iştirak edirse dest namazı yaxşı alsın. Ebu Rıfa'a İbn Rafi' diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem yanında oturmuştu ve o dedi ki yani Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki inneha la tetimmu salatun li ahadin hatta yusbigal vudu'a kema emar Allah. Hiç kesin namazı tam olmaz. O Allah'ın emrettiği kimi dest namazı tam güzel şekilde almasa. Yaghsilu vechhehu ve yedeyhi ila'l mirfaqayn. Ellerini yusun, ellerini yuyur ve kollarını dirseklere kadar yani dirseklerle beraber yuyur. Ve yemsah bi ra'sihi ve başına mes çekir ve rizlihi ile ka'bin ve topuklarıyla beraber ayaklarını da yuyur. Yani her kim Allah Teala emrettiği kimi dest namaz almasa onun namazı tam olmaz. Ve dest namazın da necə alınması hadislerde keçib Allah Resulü sallallahu aleyhi ve sellemin aldığı kimi olmalıdır. Et-tergibu fi kelimatin yekuluhunne ba'del vudu'i. Dest namazdan sonra diyen kelimelere yani zikre rağbetlendirmek, heveslendirmek. Ömer ibn Hattab deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَدَّعُ. Sizden kim dest namaz alarsa فَيُبْلِغُ اَوْ يَسْبِغُ الْوُضُعَ. Dest namazı tam güzel şekilde alar. Sonra dese ki eşhedü en la ilahe illallahu vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Eğer bu zikri diyerse İlla futihat lehu ebbabul cenneti semaniye. Onun için cennetin 8 kapısı açılar. Hansından istese daxil olar. Ve bu da Müslüman için oldukça büyük, əzəmətli müjdedir. Her dest namaz aldıktan sonra bu zikri desə, onun için cennetin 8 kapısı açılır. Ve ey Müslüman, ey aciz kul, Allah'ın rəhmətinə möhtac olan insan, senin için bir zikirle cennetin 8 kapısı açılır. Dünyadayken bazen olur insana hiç görsen hansısa bir yerin kapısını açmırlar. Lakin Allah Teala lütf sahibidir. Dest namazdan sonra her defa bu zikir ettikdə cennetin 8 kapısı açılır ve istediğinden daxil olar. Başka lafzda ise feyuhsinu vudu, dest namazı yaxşı eder. Yani tam şekilde Allah Resulü sallallahu aleyhi ve sellemin dest namaz aldığı kimi. Ve başka hadiste, başka rivayette ise əlavə olarak deyir ki bu duanı deyərsə Allahümme cealni minet tevvabine ve cealni minel mutatahhirin. Allahım beni tövbe edenlerden yani çok tövbe edenlerden et ve beni temizlenenlerden et. Və dəst namazla insan təmizlənir, su ilə bədənini yuyur, dəst namaz üzvlərini yuyur. Bununla zahiri təmizlik olur və sonra bu zikri, bu duanı edərək daxili batini təmizlənir. Allahım məni çox tövbə edənlərdən et və məni pak, təmizlənənlərdən et. Dəst namazla bədən üzvlərini yuyur və bu zikirlə isə günahlarının silinməsini, təmizlənməsini istəyir. Əbu Səid Əl-Xudri radiyallahu anhu deyir ki
Ebu Said el-Hudri deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Men qara'a suratel kehfi kânet lehu nuran ile yevmil qiyameh. Kim Kehf suresini okuyarsa, onun için kıyamet gününe kadar nur olar min makamihi ile Mekke. Öz dayandığı yerden Mekke'ye kadar. Kıyamet gününe kadar nur olar Kehf suresini okuyarsa. وَمَنْ قَرَى 10 آيَاتِ مِنْ آخِرِهَا. Ve kim de Kehf suresinin ahırından 10 ayı okuyarsa. Ve bu lafzda Kehf suresinin ahırından 10 aya deyir. Lakin Şeyh Albani rahmetullah deyir ki, burada ahırından lafzi keçir, lakin bu şəz rəvayətdir. Şəz də zəif hesab olunur. Şəz odur ki, etibarlı ravi özündən daha etibarlıya muhaliftir. Ve daha doğrusu odur ki, Kehf suresinin evvelinden 10 aya okuyarsa ve sonra Deccal çıksa lem yadura, ona zarar verebilmez. Yani kim Kehf suresinin evvelinden 10 aya ezberleyerse, burada okumak deyəndə ezberlemek qəsd olunur ve sonra Deccal çıktıkta ona zarar verebilmez. وَمَنْ تَوَدَّى فَقَالَ. Ve kim de dəstəmaz alar ve sonra dese ki, sonra dəstəmazdan sonra bu zikr eləsə, Subhaneke Allahumma ve bihamdik, Eşhedü en la ilahe illa ente, estağfiruke ve atubu ileyk, kutibe lehu fi rakkin. Yani kim bu zikri ederse onun adı yazılar kitaba, sonra mühürlenir ve kıyamet gününe kadar açılmaz. Başka lafzda ise deyir ki, hutime aleyha bi hatemin. Yani o zikri deyərsə mühürlenir. Yani o zikir dediği kelime mühürlenir. فَوُدِعَتْ تَحْتَ الْعَرْشِ ve erşin altına koyular. فَلَمْ تُكْسَرْ اِلَى يَوْمِ الْقِيَامَةِ. Kıyamet gününe kadar açılmaz. التَّرْغِيبُ فِي رَكَعَتَيْنِ بَعْدَ الْوُضُوءِ. Dəstəmaz aldıktan sonra 2 rəkat namaza rəğbətlendirmək, həvəsləndirmək. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem Bilal'a belə dedi. Ey Bilal, haddithni bi arca amelin amiltehu fil İslam. İslamda ettiğin en çok ümid ettiğin əməldən mənə xəbər ver. Yəni elə bir əməl ki, ona ümid edirsən, ona umursan, Allah Teala'dan qəbul olunması ve ona göre mükafatın verilmesini en çok umduğun əməl nedir? Onu mənə xəbər ver. فَاِنِّي سَمِعْتُ دَفَّنَ عَلَيْكَ بَيْنَ يَدَيْ فِي الْجَنَّةِ. Həqiqətən mən cənnətdə qarşımda sənin ayaq səslərini eşittim. Və Bilal radiyallahu anh deyir ki, مَا عَمِلْتُ عَمَلًا أَرْجَعْ عِنْدِي مِنْ أَنِّي لَمْ أَتَطَهَّرْ طَهُورًا فِي سَاعَةٍ مِنْ لَيْلٍ أَوْ نَهَارٍ. Benim üçün, yani öz yanımda en çok ümid ettiğim əməl odur ki, mən ister gece ister gündüz olsun, ne vaxt dəstəmaz aldımsa, bu dəstəmaz səbəbiyle mənə yazılan, müyəssər olan namaz qıldım. Yani her dəstəmazdan sonra 2 rəkat namaz qılması Bilal radıyallahu anh'ın bu cür fəzilətə çatmasına səbəb olmuştur. Ve bu özü de sünnelerden sayılır. Çünkü Allah Resulü sallallahu aleyhi ve sellem sünnesi hem sözlendir, dediği sözler ve hemçinin özünün ettiği ve bir de görüp ikrar ettiği, təsdiqlədiyidir. Ukbe İbni Amir deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem ile buyurmuştur. مَا مِنْ أَحَدٍ يَتَوَدَّوْ فَيُحْسُنُ وُضُوَى. Her kim dəstəmaz alar ve dəstəmazı tam, yaxşı, gözəl şekilde alarsa ve yusalli rak'ateyni ve 2 rekat namaz kılarsa yuqbilu bi qalbihi ve vechi aleyhime ve hem kalbi hem üzüyle namaza yönelerse illa vecebet lehul cennet. Cennet ona vacip olar. Yani dəstəmaz aldıktan sonra 2 rekat namaz kılar ve kalbiyle, bedeniyle namazda olarsa, yani başka yerlerde fikri, başka işlerde olmazsa cennet ona vacip olar.
Zeyd ibn Halid el-Cuhani deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən tavadda fə əhsənə vudua. Kim dəstəmaz alar və dəstəmazı gözəl, yaxşı şəkildə edərsə, tam alarsa, thumma salli rəkəteyni, sonra 2 rəkət namaz qılarsa, lə yəshu fihimə və o 2 rəkətdə fikri başqa yerdə olmazsa, səhvə yol verməzsə,ğufira ləhu mə təqəddəm min dənbih, onun keçmiş günahları bağışlanar. Humran, yəni Osman ibn Affanın köləsi, azad etdiyi Humran deyir ki, özü gördü, Osman ibn Affan dəstəmaz suyu istədi, dəstəmaz suyu gətirdilər. Fəəfrəq alə yedihi min inəyihi və o dəstəmaz suyu olan qabdan əlinə suyu əyərək, qabı əyərək suyu boşaltdı əlinə və 3 dəfə əllərini yudu. Thumma ədxələ yəminəhu fil vadu. Sonra sağ əlini həmən dəstəmaz suyu olan qabın içinə saldı. Artıq əllərini 3 dəfə yuduqdan sonra, kənarda yuduqdan sonra əlini saldı su qabının içinə. Thumma tamadmada. Sonra ağzını yaxaladı. Burnuna su çəkdi və burnunu təmizlədi. Thumma ghasala vajhahu thalathan. Sonra üzünü 3 dəfə yudu. Və yədeyhi ilal mirfaqayn thalathan və qollarını, əllərini dirsəklərinə qədər, yəni dirsəklər də bərabər olmaqla 3 dəfə yudu. Thumma masaha bi ra'sihi. Sonra başına məs çəkdi. Yəni başına bir dəfə məs çəkir. Thumma ghasala rijlihi thalathan. Sonra ayaqlarını 3 dəfə yudu. Sonra dedi ki, mən gördüm Allah Resulü sallallahu aleyhi ve sellem mənim bu dəstəmaz almağım kimi dəstəmaz aldı. Və sonra dedi ki, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, kim mənim bu dəstəmazım kimi dəstəmaz alar, sonra 2 rəkət namaz qılarsa və o namazda öz nəfsi ilə danışmazsa, yəni fikirləri başqa yerdə olmaz, başqa işlər görməzsə namazda, fikirləri ilə, qəlbi ilə, غُفِرَ لَهُ مَا تَقَدَّمْ مِنْ ذَنْبِ, onun keçmiş günahlara bağışlanar. Və bu hədis də bildirir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin dəstəmazı kimi dəstəmaz almaq və sonra 2 rəkət namaz qılmaq nə qədər mühümdür. Müsəlmanın günahları bağışlanır. Və həmçinin bu hədis bildirir ki, sünnəyə tabiçilikdə nə qədər böyük fayda vardır. Və bidət ortaya girərsə, bu dəstəmazda olmayan şeyi insan edərsə, artıq əlavə bir şey edərsə, bu cür fəzilətdən məhrum olur. Əbu Dərdə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dediyini eşitdim. Mən təvadda fə əhsənə vudua. Kim dəstəmaz alar və dəstəmazı yaxşı, gözəl edərsə, thumma qamə fəsallə rəkəteyni, sonra qalxar 2 rəkət namaz qılarsa və yaxud da 4 rəkət. Yəni bu 4 rəkət hədisi rivayət edənlərdən birisinin şəkkidir. Yuhsinu fihinnə əz-zikra və orada, yəni namazda zikri və xuşunu yaxşı edərsən. Amma Şeyx Albani deyir ki, əsl odur ki, rukunu yaxşı edərsən. Rukunu və xuşunu yaxşı edərsə, sonra Allahdan bağışlanma diləyərsə, Allah Teala onun günahlarını bağışlayar. Və Allah Teala'dan istəyirəm ki, Allah Teala bizim günahlarımızı bağışlasın və Allah Teala sizə də bərəkət versin. Subhaneke Allahumma və bihamdik. Əşhədu en la ilahe illa ente estağfiruka və etûbü ileyk.